Xalq Parlamentinə ürək qızdıran insanlar, Aba Media kanalının izləyiciləri, baxın, mən əgər öz hüququmu müdafiə edə bilmirəmsə, heç kimsənin hüququnu müdafiə edə bilmərəm. Əsas insan ilk növbədə öz hüququnu müdafiə etməlidir. İndi özünə hüquqşünaslar deyən kəsim indi ayrılıblar, başqa toplantı keçirdirlər, keçirsinlər. Amma Azərbaycan xalqı bu məsələni çox da önəm vermir. Bax, burada necə deyərlər, dostlar da yazırlar, şərhlər bölümündə mən görürəm ki, önəm vermirik o məsələlərə. Əsas önəmli olan odur ki, Azərbaycan Xalq Parlamenti fəaliyyət davam eləsin və onlara etiraz eləyərək biz də rəyasət heyətini işdən çıxartmışıq, rəyasət heyətini görəvindən almışıq, yerinə yeni rəyasət heyəti seçmişik və seçkilərə gedirik, yeni seçkilər olacaq. Mən də sizdən xahiş edirəm, seçkilərə mütləq öz namizədlərinizi verin dəyərli dostlar. Çünki seçkilərdə namizəd olmasanız və yaxud da ki, namizəd olmaq istəməyənlər seçkilərdə fəal iştirak eləməsə, biz də o zaman deməli, daha keyfiyyətli parlament formalaşdıra bilmərik. Bəli, parlament belə bir yerdir ki, ora gələcək də, gedəcək də, əsas odur ki, o qoyduğu nizamnamə əməl olunsun. Dünən dostlardan biri danışırdı ki, Amerikada hətta prezident belə Ağ Evin qaydalarına riayət eləməlidir. Əvvəl prezident səlahiyyətləri başlayan ilk gün, yarım gün ərzində onun personalı ilə birlikdə gəlirlər Ağ Evə və orada köhnə tərkibdən təhvil təhsim edirlər və orada olan sənədlər, qaydaları, imzalar atırlar ki, bu qaydalara riayət olunmalıdır. Hər kəs bu qaydalara riayət eləməlidir. Biz də parlamentdə olan o qaydalara hər kəsin riayət eləməsini istəyirik və əgər deməli Ağ Evə gələn prezident belə o qaydalara riayət eləməsə, o zaman onu prezidentdən görevdən götürmürlər ki, heç kəs onu prezidentdən azad eləməz, çünki xalq tərəfindən seçilir. Ağ Evin qaydalarını pozduğu üçün Ağ Evdən kənarlaşdılar. Hə, işə gələ bilərsən, işə gəl, amma burada özünün və ailənin yaşama hüququ yoxdur. Belə qaydalar var. Hər yerdə qaydalar var. Məsələn, mənim oturduğum bu ofisdə mən bu işçilər üçün bir qayda qoymuşam. Qaydanı yazmışam ora ki, oradan qəhvə ala bilərsən, buradan çay götürə bilərsən, mən nə edə bilərsən, qənd filan yerdədir, bunu edə bilərsən, neçə saat otura bilərsən, işdən sonra nə vaxt gəlib burada hansı işləri görə bilərsən. Bu qaydaları mən yazmasam ora, gələn adam mal kimi baxıb belə donanıb baxacaq ki, nədir, burada mən nə etməliyəm, bu kontora gəlmişəm, bu ofisə gəlmişəm, burada nə etməliyəm. Hər yerin qaydası var və Avropanı da inkişaf elətdirən cəhət onların yazılı qaydalarıdır və yazılı qaydalara hər kəsə riayət eləməsidir. Biz də nizamnaməmiz bu gün nəyi tələb edirsə, biz əgər onu dəyişdirməmişiksə, sabahlar məsələn o bir məsələ var, leyhinə, əleyhinə bir tərəf yoxdur məsələsi var. Leyhinə səs verə bilərsən, əleyhinə səs verirsən, bir tərəf isə qala bilməzsən. Onu çox deputatlar, millət vəkillərinin çoxsu onun dəyişdirməsini istəyirlər, amma hələ dəyişməmiş. Hələ ona biz riayət eləməyə məcburuq. Mənim də könlümcə deyil, mən də istəmirəm, amma dəyişilməyib hələ. Sabahlar əgər dəyişsə, artıq hamımız o dəyişilən nizamnaməyə riayət eləməli. Yəni elə, yoxsa mən belə istəyirəm, o belə istəyir, bu belə istəyir, yox. Amma hər kəsin də dostlar, etiraz hüququ var. Nizamnamə çərçivəsində, nə bilim mən beynəlxalq qaydalar çərçivəsində, qanun çərçivəsində etiraz hüququ var. Sənin bu hərəkətdə mən etiraz edirəm. Gücüm çatmır səni vəzifədən almağa, amma etiraz edirəm. Amma 50 millət vəkilinin, Azərbaycan Xalq Parlamentinin 50 millət vəkilinin ən azından bir saat ərzində topladığı imza onları məcbur elədi ki, vəzifələrindən getsinlər. Amma bu günləri vəzifələrindən getmirlər, vəzifələrində oturub 5-6 nəfər də ətraflardan insan toplayırlar, 15 nəfər, 20 nəfər ətraflardan toplayıblar və onları da çaşdırmaqla məşğullar, ictimai çaşdırmaqla məşğullar.